Salamlar. Bugün Rufo finala hazırlaşırıq seriyasının 6-cı bölümü ilə qarşınızdayım. Bu günləri Rufo 2022 suallarını müzakirə edəcəyik. Suallarla tanış ola bilərsiniz. Aşağı yaş qrupu sualları və yuxarı yaş qrupu sualları. Hər zaman olduğu kimi aşağıda Drive linki qoyacağam açıqlama bölməsində. Siz oradan bu PDF-i indirib özünüzdə işləyə bilərsiniz. Gəlin keçək suallarımıza. Suallara keçməzdən öncə son bir gün əvvəl elan etdiyim kimi bu həftə sonu bizim Rufo sınaq imtahanımız var. Real sınaq imtahanı kimi olacaq. Yəni Rufoda necədirsə, eyni ilə biz də o cür keçirəcəyik. Step up kursu ilə bərabər ayın 11-12-si, yəni bu 6 bazar gəlib iştirak edə bilərsiniz. Həmçinin YouTube-da qoyduğum postda açıqlama bölməsində link qoymuşam. Linkdən də survey doldurub qeydiyyatı tamamlaya bilərsiniz. Hər birinizə uğurlar. Həm aşağı yaş qrupu, həm yuxarı yaş qrupu üzrə sualımız bu cürdür. 1-dən 2022-yə qədər ədədlər verilib. Deyir aralarında ulduzlar qoyulubdur. Deyir ulduzların yerinə plus və ya minus qoymaqla ifadənin mümkün ən kiçik qiymətini hesablayınız. Tamam, yəni hər bir ədəd üçün bir dənə ulduz var. Böyük ehtimal burada da ulduz olmalıdır. Bu biraz qeyd olunmayıbdır. Amma gəlin biz qeyd edək. Deməli, bu ifadənin ən kiçik qiymətini hesablayın. Biraz üzərində oynaya bilərsiniz sualın. Görə bilərsiniz ki, məsələn, ilk 4 ədəd üzrə oynasaq. 1, 2, 3, 4. Biz minimum cəmi istəyirik. Ona görə, əgər fikirləşsəniz, məsələn, 1 ilə 2-ni götürsəniz, ancaq mənfi 1 yaratmaq olur və yaxud da müsbət 1 yaratmaq olur. Amma, məsələn, plus 1 və plus 4 eləsək, minus 2 və minus 3 eləsək, bu ifadə 0-a bərabər olur. Oxşar məntiqlə 5 çıx 6, çıx 7, üstə gəl 8 eləsəniz, bu da 0-a bərabər olur. Yəni K plus 1, K plus 2 və K plus 3 olanda istənilən dörtlüyü birinci ilə axırıncını müsbət edib, ikinci ilə də üçüncünü mənfi edib 0-a bərabər edə bilərik. Onda biz 1-dən 2020-yə qədər olan ədədləri dörtlü qruplara bölürük. Dörtlü qruplara və hamısını cəmini 0 edə bilərik. Yəni, bayaqki strategiyanı uyğulayaraq 4 qruplara bölüb hər birini 0-a bərabər edə bilərik. Axıra qalır 2021 ilə 2022, yəni ulduz 2021 və 2022. Burada da bizdən müsbət ən kiçik natural qiymət soruşduğu üçün mənfi 2021 və müsbət 2022 bizə verəcək cavab 1. Və birdən də daha kiçik natural qiymətimiz ola bilməz deyə axtardığımız cavab 1-dir. Bu da bizim konstruksiyamızdır. Gəlin keçək növbəti sualımıza. Aşağı yaş qrupunun da ikinci sualımız bundan ibarətdir. Bu AYQ 2 sualıdır. Yəni AYQ-də sadəcə bu A variantını isbat eləsəniz bəs eləyirdi və 10 bal alınır. Yuxarı yaş qrupunda isə 3-cü sualdır və burada B variantını isbat etmək istənilir. Cəmi 15 bal verilir. Hər ikisini birlikdə həll edib hər birindən düşəcəyik. Deməli deyir ki, isbat edin ki, bu tənlik verilibsə, XY 6-nı bölür. 6 bölür XY və ispat edin ki, şərti ödəyən XY üçlükləri sonsuz saydadır. Mən B variantını eləyə A variantını da isbat eləyəcəm. Çünki A variantı bizim ehtiyacımızdır isbat eləyəndə. Əgər göstərsəm ki, bu tənliyin bir dənə həlli var, sonsuz sayda həlli olduğunu göstərəcəm. Ondan qabaq konstruksiya necə olacaq onu göstərim. X kvadrat, Y kub və Z üstü 4-ün ortaq bir dənə vurğu yaranması üçün bunların əkobu nədir? Qüvvətlərinin 12. Onda mən bir dənə T üstü 12 yaratmaq istəyəcəm hər birində. Necə? X-a verəcəm A T üstü 6, Y-ə verəcəm B T üstü 4, Z-ə verəcəm C T üstü 3. Əgər bunu tənliyimdə əvəz eləsəm, alınacaq nə? 2 vurulsun A kvadrat T üstü 12, üstə gəlinsin 3, B vurulsun T üstü 12, B kub T üstü 12, bərabərdir 4, C üstü 4 vurulsun T üstü 12. Yəni bu o deməkdir ki, əgər mən T'ləri də ixtisar eləsək, yenə əvvəlki tənliyə qayıdır. Yəni mən əgər bir dənə ABC üçlüyü tapsam, istənilən bir dənə T üstü 12 yarada bilərəm ki, başqa bir həll yarada bilim. Həmin o başqa həllər də nədir? A T üstü 6, B T üstü 4 və C T üstü 3 və sonsuz sayda belə T natural ədədi seçə bilərəm.
Ona görə bizə maraqlıdır ki, bu tənliyin heç olmasa bir dənə həllini tapaq, məsələ bitsin. Tamam. İndi gəlin göstərək ki, bunun həlli var və həm də 6x y bölür, onu da isbat eləyək. Birinci fikir versəz, bu 2-yə bölünür, bu 2-yə bölünür. Deməli, y də 2-yə bölünməlidir. Ona görə y-in yerinə elə 2y yazıram, əvəzləyirəm. Artıq y0 falan yazmıram. Siz özünüz baya düşərsiniz ki, y yox, 2y əvəzindən istifadə edirəm. Yerinə qoysam, 2x kvadrat üstə gəlinsin. 3 vurulsun 8 y üstü 3 bərabərdir 4 z üstü 4. Buradan da görünür ki, bu ifadə 4-ə bölünür, bu ifadə 4-ə bölünür. Bunun da 4-ə bölünməsi üçün x 2-yə bölünməlidir. Deməli, x-in yerinə də 2x qoyuram. Biz buradan y-in 2-yə bölündüyünü tapırıq, həm də x-in 2-yə bölündüyünü tapırıq. X-in yerinə 2x qoyanda tapırıq ki, 8x kvadrat üstü gəl 3 vur 8 y kub bərabər 4 vur z üstü 4. Sol tərəf 8-ə bölünür. Sağ tərəfin 8-ə bölünməsi üçün gərək z də 2-yə bölünsün. Yəni z-in yerinə də 2z yazıram. Və mən birinci isbat edirəm ki, x, y, z hamısı cütdür. Yəni bu sualın birinci hissəsi tamamlanır ki, hər biri cütdür. Z-i də əvəz edəndən sonra 8x kub kvadrat üstə gəlinsin 3 vur 8 y kub bərabərdir 16 vur 4 64 z üstü 4. Və hər birini 8-ə ixtisar edirəm. X kvadrat 3y kub bərabərdir 8z üstü 4. Mod 3 işlədəcəyik. Amma mod 3 işlətməzdən qabaq biz mod 3-ə aid bir qayda bilirik ki, bir ədədin kvadratı 0, 1, mod 3 verə bilər qalıqda. Hər tərəfə mod 3-də baxsanız, buradan görərsiniz ki, sol tərəf x kvadratı qalacaq. 3y kub 0 verəcək, 8z üstü 4 isə verəcək 2z üstü 4 mod 3. İndi mod 3-də bunların bərabər olması üçün hansı hallar var? Əgər x 1 olsa, yəni bir ədəd kvadrat 1 qalıq versə, z üstü 4 də tam kvadrat olduğu üçün ya 0 verə bilər, ya 1. 0 versə ödəmir, 1 versə də bura 2 olacaq. Yəni 1 ilə 2 mod 3-də bir-birinə bərabər olacaq, hansı ki səhvdir. Yəni buradan nəticə çıxır ki, x kvadrat 1 versə, belə bir z kvadrat, yəni bu da tam kvadratdır deyə, bu nə 1, nə də 0 qalıq verəndə şərti ödəmir. Bu bərabərliyi ödəmir. Onda buradan nəticə çıxır ki, x kvadrat 0 mod 3 verir, z də 0 mod 3 verəcək. Və biz buradan tapırıq ki, x 3-ə bölünür, 3x ilə əvəzləyirəm, z 3-ə bölünür, 3z ilə əvəzləyirəm. Gəlin əvəzləyək. 9x kvadrat üstə gəlinsin 3y kub bərabərdir 8 vurulsun 81 z üstü 4. Tamam. Bu 9-a bölünür. Bu 9-a bölünür. Deməli bu da 9-a bölünməlidir. Onda biz buradan tapırıq ki, y də 3-ə bölünür və məsələnin ilk A variantı isbat olunur. Çünki x, y, z əvvəl 2-yə bölünürdü hər biri. İndi isbat elədik ki, alınan yeni ədədlər də 3-ə bölünür. Deməli x, y, z-in hamısı 6-ya bölünür. Və bu hissəsi tamamlanır. İndi mən bu mərhələni tamam elətdirirəm. Çünki mənə lazımdır buradan bir dənə həll tapım. Y-in yerinə 3y yazanda burada alınacaq 81 y üstü 3. Burada 81 z üstü 4 var. Bu 81-ə bölünəcək. Gəlin yazaq. Görünsün. Üstə gəlinsin. 81 y kub bərabərdir 8 vurulsun 81 z üstü 4. Deməli, bu 81-ə bölünür, bu 81-ə bölünür. X kvadratının 81-ə, bunu da 81-ə bölünməsi üçün x 3-ə bölünməlidir. Yenə x-in yerinə 3x yazıram. Bunun yerinə yəni 3x 0, 1, 2 yaza bilərsiniz. Mən bunu əvəz eləməni çox tez-tez elədiyim üçün sadəcə adını dəyişmirəm. Amma istəsəz siz adını başqa qoyarsınız imtahanda. Burada alınacaq 81x kvadrat üstə gəl 81 y kub bərabər 8 vurulsun 81 z üstü 4. Tamam, 81-ləri ixtisar edirəm. X kvadrat, y kub, bərabər 8z üstü 4. Tamam, bu nöqtəyə qədər gəldik. Bu tənliyin həllini tapsaq, bir dənə həllini tapsaq məsələ bitər. Və siz əgər rahatlıqla yoxlaya bilərsiniz ki, z 2 olanda bu 128 olur. 128 də 64 ilə 64-ün cəminə bərabər olar nə vaxt? X bərabərdir 8, y bərabərdir 4 olduqda. Maraqlı bir məsələ idi. Gəlin keçək növbəti sualımıza. Aşağı yaş qrupunda növbəti sualımız bu cürdür. X, y, z müsbət həqiqi ədədlər. Bu bərabərliyi ödəyir. Biz bu bərabərliyi isbat eləməliyik. Mən burada bir dənə rahatlıq edəcəm. Bu ifadəni 6-nı kub kökünün altına salanda
6 kub kökün altına 216 kimi girir? 216 ilə 3 ixtisar gedir. Burada qalır kub kök altında 72 dənə x, y-lərin cəmi. Elə bunu bu formada yazacağım. Cyclic. Biz bunu isbat eləməliyik. İndi bunu isbata keçməzdən qabaq 1-2 dənə alət lazımdır mənə, hansı ki, məsələnin isbatında istifadə olunacaq. Deməli, x tügəl y plus z bərabərdir x kvadrat, y kvadrat, z kvadrat. Biz məşhur bir bərabərsizlik bilirik ki, bu ifadə böyük bərabərdir 3 x tügəl y plus z-in kvadratından. Məşhur bərabərsizlikdir. Birinci ilə axırıncıya baxanda buradan nəticə çıxır ki, 3 böyük bərabərdir x plus y plus z. Əla, biz bunu istifadə edə bilərik. Hətta bunu necə istifadə edəcəyik? Bu bərabər olacaq x kvadrat, y kvadrat, z kvadrata, x kvadrat, y kvadrat, z kvadrata. Hansı ki, bu da böyük bərabərdir xy, xz, yz. Yəni, birinci istifadə edəcəyimiz şeylərdən biri budur. Bu nəticədir. Bundan əlavə bir dənə nəticəmiz var. Biz buradan nə tapdıq? 3 böyük bərabərdir x, y, z. Həmçinin x plus y plus z də böyük bərabərdir xy, xz, yz. Bunu da tapa bilərik. Böyük ehtimal bu mənə kifayət eləməlidir. Amma bir dənə nəticəmi yazım. O da x plus y plus z-in kvadratı bərabərdir nəyə? X-ların cəmi üstü gəlinsin 2x, y, z. Bu da böyük bərabər nədən? 3 x, y-lərin cəmindən. Yəni, böyük ehtimal bir də bunu işlədəcəm. Kifayət eləyəcək. Tamam. İndi mən məsələnin həllinə keçə bilərəm. Bir də əvəz eləmə eləyirəm. X plus y plus z-ə bir dənə a deyirəm. X, y, xz-ə isə bir b deyirəm. Mənə rahatlıq olsun deyə. Deməli, soldakı ifadə məsələmiz nəyə dönüşür? Məsələmiz dönüşür. A üstü gəl 3 böyük bərabərdir kub kök altında 72 dənə b-dən. B, x ikili cəmlərdir, a isə tək cəmlərdir. Hər tərəfi kuba yüksəldirəm. A üstü gəl 3-ün kubu bərabərdir a kub üstü gəlinsin 9 a kvadrat üstü gəlinsin 27a üstü gəlinsin 81-in daha 81 yox 27-nin böyük bərabərdir 72 b-dən böyük olduğunu göstərməliyik. Tamam. Əlimizdə bir neçə variantımız var. Məsələn, bu bərabərsizlik nədir? A normalda böyük bərabərdir b. Bunu işlədəcəyik. Sonra buradan nəticəmiz var. 3 böyük bərabərdir b. Onu da bilirik. Bir də əlimizdə nə var? A kvadrat da 3b-dən böyükdür. Bunu da yazırıq burada. A kvadrat 3b-dən böyükdür. Biz bunları istifadə edəcəyik. Əslində normalda hər şeyimiz var. 27-dir. Bu böyük bərabər olacaq 9 dənə b-dən. 27a-dır. A böyük bərabərdir. B işlədə bilərəm. İstifadə olunar. 9a kvadratdır. 3b-dən əvəzləyib istifadə edə bilərəm. Bizə problem yaradan bir dənə a kubdur. Ondan qurtulmanın yolunu sizə göstərəcəm. Birinci, əgər fikir versəz, bərabərlik halı x, y, z bərabərlik 1 olduqda ödənir. Düzdür? Və bu bərabərlik halını mən istifadə edəcəm. Yəni, bərabərlik halı bir növ a3 olduqda ödənir. Düzdür? İndi mənə maraqlıdır ki, bu a kubun dərəcəsini azaltmaq üçün bunlardan istifadə edib dərəcəni azaldacam. Amma bərabərlik halını bilməliyəm ki, ədəd ortəndə sort edəndə bir problem yaşanmasın. Çünki ədədlər bərabər olmasa, ədəd ortəndə sort eləməyin mənası qalmır. Onda a kubun qiyməti 27-dir normalda. Amma mən 27 böyük gəldiyi üçün, məsələn, bundan qruplaşdıra bilmirəm. Çünki 27 ilə a kubunu ədəd ortəndə sort edəsəm, kök altında a kubdan yaxşı şeylər çıxmayacaq. Ona görə mənim ədəd ortəndə sortam bu cürdür. A kub, hansı ki 27-dir. Üstə gəlinsin. İndi biraz a kvadrat işlədəcəm. Neçədən a kvadrat lazımdır ki, mənə qiyməti 27 olsun. Normalda a kvadratın qiyməti 9-dur. Mənə onda 3 dənəsi lazımdır ki, 27 olsun. 3a kvadrat. Yəni, bununla bunun arasında artıq ədəd ortəndə sort edə bilərəm. Çünki bunun qiyməti də bərabərlik halında 27-dir. Burası 2 dənəsi bəs eləmir. Mənə bir dənə də a lazımdır. O da 9 dənə a lazımdır. Hansı ki qiyməti yenə 27 olacaq bərabərlik halında.
Çünki bərabər ola bilən ədədlər arasında ədəd ordentində sorta edə bilərsiniz rahatlıqla. Bilirsiniz ki, bərabərlik halı ödənəcək. Və buna ədəd ordentində sort eləsəniz alınacaq 3 kubkök altında 27 a üstü 6 və fikir versəniz bundan yaxşı bir şey çıxır. Alınır 9 a kvadrat. Əla. Deməli a kubdan qurtuldum. Bir dənə 9 a kvadrat əldə elədim. Onda sol tərəfdəki bu ifadəyə LHS desəm, LHS böyük bərabərdir. A kub getdi yerinə 9a kvadrat gəldi. Üstə gəlinsin. 3 dənə a kvadrat işlətmişdim. 6 dənəsi qalıb. 9 ilə 6-sını toplayanda 15a kvadrat yaranır. 9a-nı işlətdim. 18 dənə a yarandı. Üstə gəlinsin 27. İndi a kvadratımız nədən böyükdür? A kvadrat 3b-dən böyükdür. Deməli bu ifadə böyük bərabərdir 45b-dən. A-mız b-dən böyük bərabərdir. Bu olacaq 18b-dən. 27 üçün isə hər 3 ədəd b-dən böyükdür. Deməli 27 də böyük bərabər olacaq nədən? 9b-dən. Onda bu ifadə böyük bərabərdir 45b, 18b, 9b-nin cəmi 72b-dən. Hansı ki bizim axtardığımız qiymətli. Yuxarıda da fikir verə bilərsiniz ki, biz bunu isbat eləməyə çalışırdıq. Bərabərlik halı isə dediyimiz kimi x, y, z 1 olduqda, burada a bərabərdir 3, b bərabərdir 3 olduqda ödənir. Siz onları tapa bilərsiniz ki, əslində hamısı bir-birinə bərabər olanda ödənir. Maraqlı bir bərabərsizlikdir. Böyük ehtimalla başqa cür isbatlar da var. Amma mənə elə gəlir, izah eləməsi ən asan olan izah bu cürdür, həm də gözə də rahat görünür A və B-lərlə. Gəlin keçək aşağı yaş qrupu 4-cü sualımıza. 8-in 8-də belə bir lövhə veribdir şahmat taxtası kimi. 1-dən 64-ə qədər ədədləri içinə düzüblər. Deyir ki, isbat edin ki, 4 dənə 2-nin 2-yə var ki, 2-nin 2-yə kvadrat. Yəni bu formada. Baxın. 4 dənə bundan var ki, bunun ədədlərinin cəmi 100-dən böyük olur. Olsun, yox, olmalıdır, olacaq. Necə isbat edəcəyik? Bu məsələnin həlli biraz məndə tərəddüdlər yaratdı, amma elə mən də o cür həll istifadə edib göstərəcəm ki, əslində heç bir tərəddüdə yer yoxdur. Deməli, bu 8-in 8-əni dönüşdürürük 2 vur 2-nin kvadratlara 16 dənə. Necə? Məsəl üçün, ilk sətri yazın mən sizin üçün. Deyək ki, ilk sətr necədir? Bu formada da 2, 3, 4, 5, 6 və 7, 8. Deyək, bu da 4-ün 4-ü kvadratlardır. Neçə oldu? 1, 2, 3, 4, 5, 6, 7. Gəlin bunu da yarıya bölə bilərəm. 8 alınar. Tamam. Deməli, burada neçə 4-ün 4-də var. Məsələn, ilk sətirdə 1, 2, 3 və 4 dənə. Gəlin bunları da rəngləyim. Fərqli rənglərlə. Qırmızı, qırmızı, qırmızı və qırmızı. Baxın, 4 dənə bu sətirdə var. 4 dənə də aşağıda olacaq. Yəni, burada da 3 dənə olsa. 4-ün 4-ə 16 dənə 2-nin 2-yə kvadrat yaratmış oluruq. Yəni, biz bu formaya bölürük məsələni. Və iddia edirik ki, 4 dənə cəmi 100-dən böyük olan 2-nin 2-yə var. Hətta yəni bir-birləri ilə kəsişənləri belə vecimizə almırıq. Yəni, bu kəsişmə hallarındakı ədədlərin cəmi belə vecimizə deyil. Kəsişməyənlər belə 4 dənəsini tapa bilərik ki, 100-dən böyükdür ədədlərinin cəmi. İsbat edək birinci. Sonra mən sizə açıqlayacağım problemli hissə nə idi və onu da düzgünün göstərəcəm. Fərz edək ki, 4 dənə yoxdur. Ən çox 3 dənədir. Ən çox 3 dənə. 2 vur 2 var ki, 100-dən böyükdür. Qalanlar nə olacaq? Qalanlar kiçik bərabər 100 olacaq. Çünki məsələ bizdən deyir ki, 100-dən böyük olsun. 100-dən böyük olsun. Yəni ciddi şəkildə böyük olsun. 100-dən böyük bərabər olmasın. Onda 3 dənə əgər 2-nin 2-yə kvadratımız varsa 100-dən böyük. Onda bu ədədlərin cəmi ən çox neçə ola bilər? Hər biri deyək ki, 64, 63, 62, 61 ola bilər. Düzdür? 61. Hansı ki 250-yə bərabərdir. Aha. Deməli 3 dənə kvadratımız var. Deyək ki, hamısındakı ədədlər də nətərsə belədir. Yəni bu əslində çox zəif bərabərsizlikdir. Yəni 3-ündə də bu 4 ədədin 4-ü ola bilməz də. Amma yenə biz bunu istifadə edirik. Deməli 3 dənə 2-nin 2-yə var, 100-dən böyükdür. Hər biri də 250-yə bərabərdir.
Deməli onların cəmi nə olacaq? 750. Aha. Qalan 13 dənə 2-nin 2-yə var. Hamısında da ədədlərin cəmi nədir? 100-dür. Ya ən pis halda belə maksimum eləməyə çalışırıq da. İstəyirik ki, bu ədədlərin cəmi maksimum olsun, görək çata bilirmi? Bu qalan 13 dənə 2-nin 2-yə kvadratdakı ədədlərin cəmi də deyək 100-dür. Halbuki hamısı 100 ola bilməz. Onda alınacaq 13 vurulsun 100, 1300. Bunda cəmi eləyir nə? 2050. Deməli uşaqlar, biz bu halda, yəni ən çox 3 dənə 2-nin 2-yə 100-dən böyük olan halda ədədlərin cəmini maksimum eləməyə çalışırıq ki, görək çatırmı, bəs eləyirmi bütün ədədlərin cəminə. Bəs yaxşı, lövhədəki bütün ədədlərin cəmi nədir? Lövhədəki bütün ədədlərin cəmi hər bir ədəd bir dəfə hesablananda 1 üstü gəl, 2 üstü gəl, 64 ədədlərin cəmidir. Bu da bərabərdir. 64 vur 65 böl 2. Hesablaya bilərsiniz ki, bu 2080-ə bərabərdir. Aha, bu bir problemdir. 2080 2050-dən böyükdür. Yəni biz əgər ən çox 3 dənə 2-nin 2-yə kvadratımız olsa, onların hamısı, məsələn, o 3 dənə ədədlərin cəmi də ən böyük, yəni 250 olsa, hansı ki mümkün deyil. Və qalan 4-ün 2-nin 2-yə kvadratların hamısı da maksimum, yəni 100 olsa belə 2050-yə çata bilir və 2050 2080-dən kiçikdir. Hansı ki ziddiyyətdir. Yəni ziddiyyət ki, sən bu halda rəqəmlərin cəmini maksimum eləmək istəmirsən. Amma maksimum eləsən belə, lövhədəki bütün ədədlərin cəminə çatmır və buradan isbat olunur ki, ən çox 3 dənə olsa belə, yəni bu artırsa belə 2080-ə çatmır. Deməli, ən az 4 2-nin 2-yə var ki, 100-dən böyükdür. Sual yarana bilər ki, bəlkə bu 3 dənə ədəd deyək ki, kəsişirlər. Mən kəsişənlərdir də, məsəl üçün 2-nin 2-yə kvadratlar bu cürdə ola bilərdi. Mən ağlıma gələn ideya buydu. Mən bu halı biraz araşdırmaq istərim. Məsələn, deyək 3 dənə 2-nin 2-yə var. Biri budur, biri budur, biri də budur. Hansı ki 2-nin 4-ə, yəni 8 dənə kvadratı əhatə eləyirlər. Belə olan hala zaten girmirik. Mən isbat edəcəm ki, əslində biz həmişə 3 dənə bir-birindən asılı olmayan, yəni kəsişməyən 2-nin 2-yə kvadrat tapmaq olar. Siz bu məsələni deyə bilərsiniz ki, heç bir 2 vur 2 kvadrat 100-dən böyük deyil. Yəni hamısı böyük deyil. Böyük deyil. Böyük deyil. 100-dən. Əgər bunu eləsəniz, məsələn, heç deyək ki, bütün hamısını yenə də bir-biri ilə kəsişməyən 2-nin 2-yə kvadratlara bölmüşük. Heç biri də 100-dən böyük deyil. Onda eyni məntiqlə tapasınız ki, bu kvadratların cəmi 1600 olur. Hansı ki 1600 bütün ədədlərin cəmi 2080-dən kiçikdir. Məsələn, buradan nəticə tapırsınız ki, bir dənə ən az heç olsa bir dənə 2-nin 2-yə var ki, nədir? 2 vur 2 var ki, 100-dən böyükdür. Daha sonra deyirsiniz ki, bir dənə 2-nin 2-yə var, 100-dən böyük. Artıq 2 dənə yoxdur da, yəni bu bir dənədən artıq ola bilməz. Əgər bir dənə 2-nin 2-yəmiz olsa 100-dən böyük, onda həmin kvadratların cəmi bayaq tapdığımız kimi 250 olar. Qalan 15 dənə 2-nin 2-yə ədədlərin cəmi isə ən çox 1500 olar, yenə 2080-dən kiçik olar. Yəni buradan nəticə çıxır ki, hətta kəsişməsələr belə 2 dənə 2-nin 2-yə var ki, kəsişmir, amma 100-dən böyükdülər. Daha sonra tapa bilərsiniz ki, oxşar məntiqdən 3 dənə var. Daha sonra ən sonunda tapa bilərsiniz ki, ən az 4 dənə 2-nin 2-yə kvadrat var ki, ədədlərinin cəmi 100-dən böyükdür. Yəni onların kəsişməsinə ehtiyac yoxdur. Çünki kəsişməsələr belə bu bərabərsizliyi ödəmirlər. Yəni kəsişməyən halda belə bu ödəmir. Deməli ikinci bir dənəsi var ki, yenə 100-dən böyük olmalıdır. Daha sonra üçüncü bir dənəsi var, daha sonra isə dördüncü bir dənəsi var. Maraqlı sual idi. İsbatı çalışdığım qədər diqqətlə və açıqlayıcı şəkildə verim. Gəlin keçək aşağı yaş qrupu son sualımıza. Deyir, ABC itibucaqlı üçbucağı veribdir. G bunun ağırlıq mərkəzidir. A-dan B-ciyə bir dənə hündürlük çəkirlər. D nöqtəsində. ABC xaricdən çəkilən çevrədə üzərində bir dənə S nöqtəsi götürürük. Hansı ki SA BC-yə paraleldir. Deyir ki, yəni AS BC-yə paraleldir. İspat edin ki, S-dir, G-dir və D-dir bir düz xətt üzərindədir. Bu məsələni həll eləmənin bir neçə yolu var.
yəni nöqtələrdən ikisini götürürlər, üçüncüsünü isbat edirlər ki, bu qaydanı ödəyir. Məsəl üçün, deyirlər ki, S var, C var, isbat edirlər ki, SC-ni uzatsaq, BC ilə kəsişdirsək, bu D nöqtəsi hündürlük olur, AD hündürlük olur. Və yaxud da tərsinə, deyirlər S var, paralelliyi ödəyir, D var, hündürlük əyağıdır. İsbat edirlər ki, SD medianın üstündə kəsişdiyi nöqtə, yəni məsələn, A-dan median çəkəndə, SD ilə kəsişəndə bu C ağırlıq mərkəzi olur, onu isbat edirlər. Biz bu gün isbat edəcəyik ki, D nöqtəsi hündürlük əyağıdır. Hündürlük əyağıdır. Ayağı. Necə isbat edəcəyik? Gəlin şəkildə biraz modifikasiya edək, sizə göstərim. Tamam. Deməli, bizim yeni D nöqtəmizin adı SC ilə BC-nin kəsişmə nöqtəsidir. Bərabər D. Mən isbat edəcəm ki, AD hündürlükdür. Əgər AD-nin hündürlüyü olduğunu isbat eləsəm, zaten məsələnin şərtini də ispat eləmiş olacam ki, SC-də bir düz xətt üzərində olan da AD hündürlüyü olur. C ağırlıq mərkəzi olur. S də təpə nöqtəsi olur. Birinci bir şey bilirik ki, SC SA BC-yə paraleldir və xaricdən çevrə çəkilirsə SACB bərabər yanlı trapeziyadır. Bərabər yanlı trapeziya. Tamam. Bu bərabər yanlı trapeziyadır. Bir də A-dan median çəkirik, hansı ki G-dən keçir. Aha, gəlin bu nöqtəyə də M deyək. Tamam. İndi biz burada bir oxşarlıq görürük. Birinci SA paraleldir MD-yə. Həm paralellik var, həm də ki bu bucaqlar bərabərdir. Siz buradan kəpənək qaydasından oxşarlığı görə bilərsiniz ki, SAG oxşardır. Nəyə? MGD-yə. Oxşarlıq əmsalımız nədir? 2x-ın x nisbətində bölünür. Yəni 2-nin 1-ə nisbətdə bölünür. Onda bu MD-nin də SA-ya nisbəti də 2-nin 1-i olacaq. Gəlin buna deyək 1K. Bu əgər K olarsa, deməli tapırıq ki, SA nədir? 2K-ya bərabərdir. İndi mənim M orta nöqtəm olduğu üçün, gəlin bu DC məsafəsinə bir dənə A deyək. MC ilə BM bərabərdir. Yəni orta nöqtə deyək, BM MC-yə bərabərdir. BM bərabərdir K üstəgəl A. İndi mən maraqlı bir şey ispat edəcəm. Deyək, S-dən bir hündürlük indiririk. S-dən hündürlük indiririk. Mən əgər ispat edə bilsəm ki, bura bir dənə T deyək. Mən ispat edə bilsəm ki, BT ilə DC bərabərdir. Yəni bu da A-dır, bu da A-dır. Məsələ qutarar. Çünki bərabər yanlı trapeziyadır. Bərabər yanlı trapeziyada bu məsafə və bu məsafə ancaq o vaxt bərabər ola bilər ki, S-dən çəkilən xəttlə A-dan çəkilən xətt eyni olsun. Yəni hər ikisi hündürlük olsun. Yəni bunu isbat edə bilsəm, məsələ qutarar. Bunu isbat eləmək üçün əslində TM-in də K-ya bərabər olduğunu göstərə bilsəm, məsələ qutarar. Çünki TM də K olsa, bura A qalacaq, məsələ bitəcək. Fikir versəniz, M BC-nin orta nöqtəsidir, şəkil tamamilə simmetrikdir. Onda siz rahatlıqla görə bilərsiniz ki, SM nəyə bərabərdirsə, AM də ona bərabərdir. Yəni SM AM-ə bərabərdir. Çünki M düz orta nöqtədədir, trapeziya bərabər yanlıdır, şəkil simmetrikdir, M də orta xəttdir, orta nöqtədir. Onda SM MA-ya bərabərdir. Bunu isbat etmək çox da çətin olmamalı. Yəni istənilən bir olimpiadaçı lazım olsa açıqlama verə bilər əlavə. Və bu M-in orta nöqtə olmağı mənim nə işimə yarayır? Bərabər yanlı üçbucağın təpəsi olması nə işimə yarayır? Mən buradan bir dənə hündürlük qaldırsam, bu hündürlük bərabər yanlı üçbucaq olduğu üçün bunu K və K şəklində bölər 2 yerə. Üstə gəlinsin, həm də paralellik var. Bu hündürlük 90-dırsa, burada da 90 olacaq. Və bu bir STMK düzbucaqlısına dönüşür. Yəni düzbucaqlı olduğu üçün bu K olur və buradan da TM-in də K olduğunu taparıq. Hamısı bərabər yanlı üçbucağın qaydası və paralellikdən çıxır ki, bu KK bölünəndə burada K-ya dönüşür orta, M orta nöqtəsi olduğu üçün BC-nin və paralellik olduğu üçün. Yəni paraleldir, buradan orta nöqtədən qaldırılan xətt, bunun da orta nöqtəsini kəsəcək trapeziyada bərabər yanlı olduğu üçün. Bura K-dır, bura K-dır. Biz demişdik ki, BM K üstəgəl A-dır, onda bura olacaq A. BT ilə də DC oxşar bərabər çıxır. BT bərabərdir DC olduğu üçün
biz buradan tapırıq ki, necə ki ST hündürlükdür, BC-yə 90 dərəcədir. Oxşar məntiqlə onda belə çıxır ki, AD də 90 dərəcədir BC-yə. Çünki başqa cür mümkün ola bilməz. Paralellik var deyə bərabər yanlı trapezi olduğu üçün S-dən çəkilən hündürlük A bölübsə, A-dan çəkilən hündürlük də A şəklində bölməlidir. Buradan çıxır ki, nədir? D AD hündürlükdür. Hündürlük. Və bununla da isbat tamamlanır ki, həqiqətən də D nöqtəsi, C nöqtəsi və S nöqtəsi bir düz xətt üzərində yerləşməlidir. Biz ancaq SAC ilə CMD-nin oxşarlığını istifadə elədik. K-nın 2K-ya bölündüyünü tapdıq oxşarlıqdan. Bir də istifadə elədik ki, S-dən çəkilən hündürlüklə bu orta nöqtə arasındakı məsafə K-dır. Bu da K-dır. BT ilə DC bərabərdir. Məsələmiz bitdi. Ümid edirəm açıqlayıcı olmuşdur. Yəni, çalışdığım qədər mümkün qısa həlli və aydın olan həlli verim. Gəlin keçək yuxarı yaş qrupu. Birinci sualı həll elədik. İkinci sualına. Artıq yuxarı yaş qrupunda birinci, üçüncü sualları həll elədik. Aşağı yaş qrupu ilə bərabər bu ikinci sualdır. Biz baxırıq. 4-ün 4-ə ölçülü lövhə verilibdir. Şəklini çəkək gəlin. Çünki ehtiyacımız olacaq. Deyir 4-ün 4-ə ölçü var. Hər bir nöqtədə bir dənə çərçi oturubdur. Bir dənə çərçi, bir dənə çərçi, bir dənə çərçi. Bir addımda, yəni bir dənə hadisə baş verir və hər bir çərçi keçir ya sağa, ya aşağı, ya yuxarı, ya nə bilim sola bir addımda. Deyir, hər bir çərçi hoppanır bir dəfə. Deyir, ən çox neçədən xana boş qala bilər. Yəni bizim məqsədimiz odur ki, məsələn 4 dənə çərçi varsa, bu 4 çərçini mümkün qədər eyni kvadrata toplayaq və məsələnin cavabı daha çox boşluq qalaraq məsələnin cavabı böyüsün. İndi sizə intuitiv olaraq bir çox uşağın ağlına gələ biləcək cavab nədir onu deyim. Çox adamın ağlına gələn cavab 8-dir. 8 boş xana, yəni 8 dənə xanaya bütün çərçilər gedə bilər. Məsələn, konstruksiya var 8 üçün necə? Bu cür 1, 2, 3, 4. Bu soldakılar gedir bura. Buradakılar bura gedir. Və sağdakılar da bura gəlir. Oxşar məntiqlə bu nöqtədə olanlar da bura gedir. Bura gedir. Bura gedir. Və bura gedir. Yəni, bu hamının ağlına gələ biləcək konstruksiyadır ki, bu ortadakı 2 sütuna yığışaq və 8 dənə boş xanamız qalsın. Adamın ağlına gələn ən rahat konstruksiyalardan biri budur. Amma ispat eləməyə çalışanda biraz problemlər yaranır ki, 8 dənə boş niyə ən böyük cavabdır, onu göstərə bilmirik. 8-dir mi cavab? Onu göstərə bilmirik. Ona görə bu həll biraz problemli olur. Tamam. Bəs mən nə edəcəm? Mən sizə daha maraqlı bir həll göstərəcəm ki, əslində 8 bizim cavabımız deyil. Ona görə biz bugün rəngləmə işlədəcəyik. Rəngləmə nədir? Məsələn, bu lövhə məsələlərində rəngləmə üsulu, yəni ağ-qara rəngləmə üsulu var. Hansı ki biz hər şahmat taxtası kimi ağ-qara rəngləyirik ki, bizim işimizə yarar bir məlumat gəlsin bu məsələdən. Və fikir versəniz, buradan gələn məlumat odur ki, qaralarda olan çərçilər ağlara hoppanır, ağlarda olan çərçilər qaralara hoppanır. 8 qara, 8 ağımız var. Yenə də axırda nə olacaq? 8 qaradakı çərçilər mütləq məcburdur ağa toplansın, 8 ağa düşsün. 8 dənə ağda olanlar da 8 dənə qara xanaya düşsün. Onda biz bir dənə qrup üçün məsələni həll etsək ki, bu 8 dənə ağ çərçi ən az neçədən kvadrat toplaşa bilər? Bunu həll etsək, məsələ bitər. Çünki eyni simmetrik həmləni ağlar üçün də eləyib, məsələnin ən balaca cavabını tapacağıq. Çünki 8 qara bir-birinə toxuna bilmir, ağlara toxuna bilmir. Nə də ki, ağlar qaralara toxuna bilmir. Hər biri üçün ayrı cavab tapsam, onları toplaya bilərəm. Bir-birlərinə toxunmurlar deyə bu məsələnin cavabına xələl gətirmir. İndi sual, bu 8 dənə qara xanada olanlar ən az neçə dənə kvadrata toplana bilərlər? Cavabımız 3-dür. Cavab 3-dür. Niyə 2 olmaz? İspat edeyim ki, 2 niyə olmur? Yəni, daha balaca cavab niyə olmur? Onun isbatını edeyim. Mən 3 dənə kvadrat götürə bilərəm. Qara kvadrat götürə bilərəm. Yəni, qaralar hara gedir? Ağlara gedir. Yəni, mənə lazımdır ki, görən 2 dənə ağ xana tapa bilərəmmi ki, bütün qaralar ora toplaşsın? Olmur. Səbəbi də, məsələn, bunu götürsək, bu qaradakını götürək, bu qaradakı çərçəni götürək və bu qaradakı çərçəni götürək. Bunların heç birinin
ortaq gedə biləcəyi bir dənə ağ xana yoxdur. Məsələn, bunun gedə biləcəyi xanalar 1-1 işarələyirəm. Bunun gedə biləcəyi xanalar 2-2-2 işarələyirəm. Bunun gedə biləcəyi xanalar 3-3-3-dür. Aha, bu o deməkdir ki, məsələnin cavabı 2 ola bilməz. Çünki bu qara və bu qara xanadakı çəyirtkə 2 dənə, cəmsi 2 dənə xanaya toplaşa bilmir. Çünki hər birinin gedə biləcəyi 3 dənə fərqli territoriya var. 2 olmur. Deməli, mən 3 üçün konstruksiya verəcəm. 2 olmursa, onda müəllim 3 üçün konstruksiya verin. Gəlin 3 üçün konstruksiyanı da elə bu xanalar üçün verəcəm. Gəlin qaraları işarələyim. Elə verdiyim bu konstruksiya çox maraqlıdır ki, bütün çərkələri toplaya bilərəm. Məsəl üçün, bu 4 dənəsini bura toplaya bilərəm. Bu 3 dənəsini, yəni bu 2 dənə qalacaq da burada deyəsən. Bu 2 dənəsini bura toplaya bilərəm. Bu 3 dənəsini də bura toplaya bilərəm. Gəlin əyani şəkildə göstərim. Mənim territoriyalarım bunlardır. Bura, bura və bir də bura. Bir də qara xətt çərkəmi qoyum. Aha, deməli mənim qara çərkələrim hara tullanacaq? Bu 3 dənəsi, deyək bu 3 dənəsi bura tullanır, bura tullanır, bu bura tullanır, bu aşağı tullanır. Bu ikisi buna gedir. Bu 2 dənəsi isə bu bölgəyə gedir və bu 3 üçün konstruksiyadır. 3 üçün konstruksiya olur. Konstruksiya. Deməli, mən 8 dənə qara çərkəni, 8 qara çərkə 3 qrupa toplana bilir. Toplanır. Və mən isbat elədim ki, 3 ən yaxşı cavabdır, 2 olmur. 2-nin olmamasının səbəbi isə 3 dənə fərqli çərkə var ki, eyni şeylərə gələ bilmirlər. Ağ xanalara gələ bilmirlər. Amma 3 dənə xana olanda bütün çərkələri həmin 3 dənə xanaya yığmağın mümkün olduğunu da konstruksiya verdim. Deməli, 8 dənə qara çərkə 3 qrupa toplanırsa, 8 dənə ağ çərkə də yenə fərqli 3 qrupa toplanır. Çünki 8 ağ çərkə 3 dənə qara qrupa toplanır. 3 qrupa toplanır. Deməli, bütün 16 çəyirtkəni, 16 çəyirtkə 6 xanaya toplana bilər. Toplanır. Ən az. Ən az olmasının səbəbini də izah elədik. Deməli, ən çox 10 xana boş qalar. Boş qalar. Və bu da bizim məsələnin isbatıdır ki, məsələ bizdən soruşurdu ki, ən çox neçə xana boş qala bilər hər biri bir dəfə hoppandıqdan sonra. Çünki hamısı hoppanmalıdır, yerində qala bilməz. Bu məsələnin cavabı 16 xana, 10 xana boş qalar. Çünki 6 dənə xanaya toplanarlar ən az. Və bu da bizim konstruksiyamızdır. Və daha da balaca cavabın niyə mümkün olmadığını da isbat edirik. Çünki kombinatorika məsələlərində bu faktı isbat eləmək vacibdir. Maraqlı sual idi. İkinci sual olmasının səbəbi də budur ki, bunun asan bir həlli var bu cür. Gəlin keçək yuxarı yaş qrupu 4-cü sualımıza. 4-cü sualımız belədir. Belə bir sistem tənlik verib. x1, x2, x3, x4 dörtlüklərini tapmalıyıq ki, bu şərti ödəsin. Qorxulu sual kimi gələ bilər, amma əslində məsələnin çox maraqlı bir həlli var. Əgər birinci məsələni alt-alta toplamaqla başlasaq, alt-alta toplayanda sol tərəfdə x-i'lərin cəmi alınır 1-dən 4-ə qədər. Sağ tərəfdə isə alınacaq. Əgər bunlar toplasaz qruplaşdırsanız, görərsiniz ki, 3 dənə x-i'lərin cəminin kvadratının açılışı alınır. Yəni kvadratların cəmi və ikili-ikili hasillərin cəmi alınır. Bir də qarşılarında 3 var. Əgər mən buna bir dənə a desəm, bu da a olacaq. Yəni əslində məsələmiz 3a bərabərdir 3a kvadratdır. Bunu sağ tərəfə atıb 3-ləri ləğv eləyəndə a vurulsun a çıx 1 bərabərdir 0 olar. Yəni biz buradan nəticə tapırıq ki, x1, x2, x3, x4-ün cəmi bərabər ola bilər nəyə? Ya 0-a, ya da 1-ə. Hər iki halda birlikdə baxacağıq. Amma bunlara baxmazdan qabaq, başqa bir dənə də fakt tapacağıq. Gəlin onu göstərim. Buna 1, buna 6 desək, buna 2, buna 5 desək, buna 3, buna 4 desək, 1 ilə 6-nı toplayanda tərəf-tərəfə, yəni ən azından bir dənəsi üçün göstərim, digərləri üçün də görəsiniz. 1 ilə 6-nı tərəf-tərəfə toplayanda sol tərəfdə x-i'lərin cəmi alınır 1-dən 4-ə qədər. Sağ tərəfdə isə alınır x-i'lərin kvadratlarının cəmi 1-dən 4-ə qədər. Xüsusi olaraq 1 ilə 6-nı toplayanda belə alınır. Bir də
6x1 x2 ilə 6x3 x4-ün cəmi alınır. 6x1 x2 ilə x3 x4-ün cəmi alınır. Oxşar məntiqlə siz 2 ilə 5 toplayanda, 3 ilə 4-ü də toplayanda onlarda da bu ifadə alınır. Ona görə mən bunu sol tərəfə atıram və t bərabərdir 1-dən 4-ə qədər x-ilərin cəmi çıxılsın. X-ilərin kvadratlarının cəmini işarələyirəm t ilə. Bu hal-hazırda bərabərdir 6 vurulsun x1, x2 üstəgəl x3 vur x4. Burada üstəgəl gedibdir. Bunu silirəm. Sür sayın. Bu vurmadı. Oxşar məntiqlə əgər 2 ilə 5-i toplasanız 6x2, x4 ilə 6x1, x3-ün cəminə bərabərdir. Həm də t bərabərdir 6x1 neçə idi yadımdan çıxdı. 2, 4, 2, 4, 1, 3. Gəlin bunu qarmalaşdıraq. 2, 4, x1, x3 və axırıncısı nədir? Həmçinin də 3 ilə 4 toplayanda x2, x3 ilə x1, x4-ün cəmdə t-yə bərabər olacaq. 6 x1 yenə yadımdan çıxdı. 2, 3, 1, 4. 2, 3, 1, 4. x2, x3, x1, x4. Tamam. Deməli, buradan nəticə nə çıxır? Yəni, bu 3 ifadə hər biri t-yə bərabərdir. Deməli, bu ifadələrin özləri də öz aralarında bərabərdir. Yəni, buna birinci, buna ikinci və buna üçüncü ifadə edək. Birinci ifadə ilə ikinci ifadənin bərabərliyindən bu nəticə çıxacaq. x1, x4 üstəgəl x1, x2 üstəgəl x3, x4. Əgər bərabərdirsə x2, x4 üstəgəl x1, x3-ə. Buradan çıxan nəticə odur. x2, x4-ü sola, x3, x4-ü sağa atanda deməli, x2 vurulsun, x1 çıx, x4 bərabərdir. 3 bunda da var, bunda da var. Çıxardıram bayra. x1 çıxılsın, x4. Daha sonra bu ifadəni tamamilə sol tərəfə atanda alınacaq. x1 çıx, x4 vurulsun, x2 çıxılsın, x3 bərabərdir 0. Deməli, bu birinci ifadə ilə ikinci ifadəni bərabərləşdirəndə bu alınır. Gəlin, mən sizin üçün birinci ilə üçüncünün bərabər olduğu halı və ikinci ilə üçüncünün bərabər olduğu halda yaranan bu tənliyi yazım. Deməli, son nəticədə alınacaq tənliklərimiz bu cür. 3 dənə bu tənlik alınır və bu tənliklərin həllinə birlikdə baxaq. Gəlin, birinci tənliyin həll eləmək hissəsinə baxaq. Birinci tənlikdə deyək ki, birinci hal kimi x1, x4-ə bərabərdir. Əgər x1, x4-ə bərabər olsa, ikinci tənlikdə bunlardan hansı bərabər olsun? Məsəl üçün, deyək, birinci hal kimi x1, x3-ə bərabərdir. Buradan nəticə çıxır ki, 3 dənə ədəd bir-birinə bərabər olur. Əgər yox, x2, x4-ə bərabər olsa, yenə nəticə çıxır ki, x1, x4, x2 bir-birinə bərabərdir. Yəni, bu iki tənliyə baxanda nətər olur olsun, 3 dənə ədəd bir-birinə bərabər çıxır. Biz burada 3-ünün bərabər olduğu halda baxa bilərik. 4-ünün də bərabər olduğu hala baxa bilərik. Ona görə bu məsələ bölünür 2 yerə. Bu məsələ bölünür 2 yerə. 3 dənəsi bərabər olduğu hal, məsələn, x1, x2, x3 bərabər olduğu hal və yaxud da 4-ünün də bərabər olduğu hal var. 4-ü də bərabər ola bilər. Yəni, bu birinci haldır. x4 fərqlidir a-dan. Ya da ikinci halımız var ki, x1, x2, x3, x4 a-ya bərabərdirlər. Tamam. Mən birinci halından gedəcəm. Birinci halından ki, x1, x2, x3 a-ya bərabərdir. x1, x2, x3. Birinci halından gedirəm, deyirəm. Üstə gəlinsin. Mən dedim ki, x1, x2, x3, x4-ün cəmi bunlar ola bilər. Yəni, o hala baxırıq. Yəni, x1 üstəgəl, x2 üstəgəl, x3 üstəgəl, x4 bərabərdir 0 olarsa, mən 3 dənə A tapanda, məsəl üçün, indi bu birinci permütasiyadır. Məsələn, bunun permütasiyaları ödəyir. Yəni, ədədlərin yerini dəyişəndə tənlikdəki qiymətləri dəyişmir. Deyirəm ki, hələlik x1, x2, x3 üst baxım. A-dır. 4-cü ədəd nə olacaq? 3A üstəgəl x4 bərabərdir 0. Buradan x4 bərabərdir mənfi 3A çıxır. Tamam. Bəs A nədir? Bütün A-lar üçün ödənirmi məsələsinə gələndə isə yerini qoyub yoxlayıram. Məsələn, tənliklərdən 2 dənəsini götürüb yerinə qoyacam. Məsələn, bunu götürək. Aha, tənliklərdən biri budur. Yerinə qoyaq.
Məsəl üçün x1 x2 a olduğu üçün 2a altında yaza bilərəm daha rahat olar. 2a bərabərdir 3 də a-dır. A kvadrat üstə gəlinsin 9a kvadrat. Burada a vur mənfi 3a vur 6 mənfi 18 a kvadrat yaranır. Bu da bərabərdir mənfi 8 a kvadrata. Sol tərəfə atıram. Sol tərəfə atanda nə olur? 4 daha sonra 2a vurulsun 4a üstə gəl 1 bərabərdir 0. Tamam. Bizim də həllərdən birinə çıxır. A 0 olarsa 4'ünün də bərabər olduğu hal çıxır. Yəni bu istədiyim həll deyil, amma yenə də A 0 məsələnin həllərindən biri ki, hamısı 0-a bərabər olsun. A 0 olmasa, bir də A bərabərdir mənfi 4də 1. Və ədədlərimiz, həllərimizdən biri olacaq nə? Mənfi 1 bölü 4, mənfi 1 bölü 4, mənfi 1 bölü 4 və 4 bölü 3. Çünki x4 mənfi 3də a-dır, eləyir 4 bölü 3. Və bu da ödəyir şərti. Yəni bunu ödədiyini göstərmək üçün bir dənə də tənlik götürürəm. Hansı ki bu səfər x1, x2-dən biri x4 ilə əvəz olunacaq ki, ifadənin qiyməti dəyişsin. Gəlin götürək. Məsələn, x3, x4-ü götürək. Ki, yəni təsdiqləyək ki, həqiqətən həll doğrudur. Burada göstərəcəm. Deyək ki, bu a-dır. A çıxılsın 3a bərabərdir 2a kvadrat üstü gəlinsin 6a kvadrat, hansı ki 8a kvadratdır. Burada mənfi 2a yarandı. Yenə ifadə dönüşür nəyə? 8a kvadrat üstü gəl 2a, hansı ki bərabərdir nəyə? 2a vurulsun 4a plus 1 bərabərdir 0-a. Yenə də bayaqki kimi a0 və a mənfi 1 bölü 4 bu tənliyi ödədiyi üçün məsələnin 2 dənə həll üsulunu tapdıq. Biri mənfi 1 bölü 4, mənfi 1 bölü 4, 4 bölü 3 və permutasiyaları. Bir də 0, 0, 0, 0 məsələn həllərindən bəziləridir. İndi gəlin keçək bunun 0 yox 1 olduğu hala baxaq. İstəyirsiniz yuxarını silək. Onsuz o bura ilə işimiz qutarıbdır. Sildik. Və baxırıq nəyə? İkinci hal kimi x1, x2, x3, x4 bərabərdir nəyə? 1-ə. Bu zaman isə 3 dənə a bərabər olduğu üçün x4 bərabərdir 1 çıxılsın 3a yaranır. Gəlin yerinə qoyaq, yenə yoxlayaq tənliklərimizdə. Məsələn, burada birinci tənliyimizdə yoxlayaq, görək bunun a qiyməti neçədir. Dedik ki, x4 1 çıx 3a-dır. 2a bərabərdir a kvadrat üstə gəlinsin 1 çıxılsın 3a-nın kvadratı üstə gəlinsin 6 vurulsun 6a vur 1 çıx 3a. Hesablayaq. 2a bərabərdir. Burada 9a kvadrat edir 10a kvadrat. Üstə gəl 1 çıxılsın 6a üstə gəlinsin 6a çıxılsın 18a kvadrat. 6a'lar gedir. 10a kvadratdan 18 çıxdı, mənfi 8 qalır. Hamısını sola atanda 8a kvadrat üstü gəl 2a çıxılsın 1 bərabərdir 0. Siz bunu rahatlıqla müşahidə edə bilərsiniz ki, bu vuruqlarına ayrılır. 4a çıx 1 vurulsun 2a plus 1 şəklində olmalıdır. Səhvim yoxdursa bərabərdir 0. Bunun vuruqlarına ayrılışıdır. Siz buradan a bərabərdir 4də 1 və a mənfi 2də 1 həllərini taparsınız. Yenə də təsdiqləmək istəsəniz, gəlin bir dənsini təsdiqləyək. Götürək 3-cü tənliyi. Çünki burada mənfi 1 çıxılsın 3a aşağı sağda, solda işlənibdir. Yazaq yerinə və təsdiqləyək. A 1 çıx 3a, a üstü gəl 1 çıxılsın 3a bərabərdir 8a kvadrat. Oxşar məntiqlə yenə 8a kvadrat üstə gəlinsin 2a plus çıxılsın 1 bərabər 0 tənliyi alınır. Hansı ki bayaqki ilə ekvivalentdir. Deməli, yəni bu a həqiqətən də bütün ədədlər üçün ödəyir. Hansı tənliyi də qoyursunuz qoyun ödəyəcək. Onda buradan məsələnin 2 dənə də həlli daha çıxır. 2 həll hansılardır? A 4də 1 olanda ədədlərimiz olacaq 4də 1, 4də 1 və 4də 1. Bir də 1 çıxılsın 3a var. Amma birdən 4də 3'ü çıxanda yenə 4də 1 yaranır. Maraqlı həllərdən biridir. Yenə hamısı bir-birinə bərabərdir. İkinci həllimiz nədir?
mənfi 2-də 1 qoyanda bu səfər mənfi 2-də 1, mənfi 2-də 1, mənfi 2-də 1 üstə gəlinsin. Bir də mənfi 2-də 1 bir də qoyanda axırda mənfi 2-də 3 üstünə gəlirik 1-in alınır 2-də 5. Və bunun permütasiyaları və permütasiyaları. Bəli, bu da bizim axtardığımız digər iki həll olmuş olar. Əgər 4-ünün də bərabər olduğu hala baxsanız, yenə 4-ünün də bərabər olduğu halda, burada 1 olan halda yenə A bərabər 4-də 1 tapılar. Bayaqki həllə eyni şey tapılar. Əgər 0 olsaydı, bu səfər də A bərabər 0 tapılar. Hansı ki biz bu həlləri bayaqları təsadüfən araşdırdıq. Yəni 4-ün də bərabər olduğu hal ortadan qalxmış oldu. Deməli bizim 4 dənə həllimiz var. 0, 0, 0, mənfi 4-də 1, mənfi 4-də 1, mənfi 4-də 1, 4-də 3-ün permütasiyaları. 4-də 1-lərin hamısı, bir də mənfi 2-də 1-lər və 2-də 5-in permütasiyaları bizim axtardığımız bütün həllər olar. Bu məsələ üçün uğraşdırıcı məsələ idi, amma həlli o qədər də çətin deyilmiş. Gəlin keçək yuxarı yaş qrupunun son həndəsə sualına. Belə bir məsələmiz var. Omega iti bucaqlı ABC üstbucağın xaricində çəkilən çevrədir. A nöqtəsində omegaya çəkilmiş toxunan uzadılır, BC ilə kəsişdirilir T nöqtəsində. AT-nin orta nöqtəsi N-dir. N-dən bir dənə də toxunan çəkirlər L nöqtəsində. Deyir ki, L və G də ağırlıq mərkəzidir. L, GS uzadırsınız və AS ilə BC paralel olur. Bu bayaqki məsələyə oxşuyur. AS ilə BC-nin paralel olduğunu göstərməliyik. Bayaqki məsələ yadınızdadırsa, aşağı yaş qrupunda bundan çox oxşar idi. Bayaqki məsələdə deyirdi ki, əslində bayaq isbat elədik deyə artıq o isbatı bir daha şey eləməyəcəm. O məsələlərdə lemma kimi istifadə olunur. Biz bayaqki məsələdə isbat eləmişdik ki, bu nədir? Hündürlük yolunu isbat eləmişdik ki, DGS bir nədir? Düz xətt üzərindədir. AS paraleldir, G ağırlıq mərkəzidir, D də o hündürlüyün ayağıdır. Ona görə də biz həmin lemmanı, yəni bayaq isbat elədiyimiz şeyi indi istifadə edəcəyik bu məsələnin isbatında. Deməli bizim isbat bu G-dən qurtulacağam ki, heç də xoşa gələn bir şey deyil. Mən elə bayaqki faktı istifadə edəcəm. DGS-in bir düz xətt üzərində olmağın yox. Mən isbat edəcəm ki, LDS bir düz xətt üzərindədir. Onsuz da DS xətti sabit bir xəttdir. G-dənsə L-in həmin düz xətt üzərində olduğunu isbat edəcəm. Və yaxud da tərsinə. Mən isbat edəcəm ki, AD hündürlükdür. LD-dən keçən xətt çevrəni kəsirsə bir S nöqtəsində AS-in BC-yə paralel olduğunu isbat edəcəm. Yəni həmin S nöqtəsi bayaqki S nöqtəsidir. Bunu isbat edəcəm. Bayaqki, yəni 5-ci suala baxsanız aşağı yaş qrupunda kimsə baxmayıbsa deyim. Gedib orada bunun isbatına baxa bilər ki, DGS bir düz xətt üzərindədir. Mən isbat edəcəm LDS bir düz xətt üzərindədir. S-in paralel olan nöqtə olduğunu göstərəcəm. Məsələyə başlayanda birinci baxırsınız ki, gəlin bu TL xəttini çəkeyim və sizə bir maraqlı faktdan danışım. NA TN-ə bərabərdir. Həmçinin də NA ilə də NL bərabərdir, çünki toxunandılar. NA da toxunandı, NL də eyni çevrəyə toxunur və bu sizə xatırladır nəyi? TN, NL, NA bir məsafədədirlərsə N-dən və biz bu A-nı L ilə birləşdirsək, biz buradan taparıq ki, bu bir möhtəşəm üçbucağıdır. Möhtəşəm üçlüdür, möhtəşəm üçlü teoreminin tətbiqidir. Onda biz TLA 90 dərəcə tapa bilərik. Gəlin bunu qeyd edək. Onda TLA bərabər 90 dərəcə. Həmçinin bizim məsələdə 90 dərəcə olan başqa bir şey də var, TDA-dır. TDA. Bu bizə nə nəticə verir? Hər iki 90 dərəcə TA qövsünə baxdığı üçün onda buradan nəticə çıxır ki, TLDA bir çevrə üzərindədir. Çevrə sayklikdir. Və ondan əlavə N-də mərkəzi olur. Həmin sayklikin mərkəzi olur N. Gözəl. L-dən uzatdıq, S-də kəsdirdik. İndi biz bu faktları işlədəcəyik. NL-in toxunan, NA-nın toxunan olduğunu. Mən bir dənə maraqlı bir fakt istifadə edirəm. Burada yazılası çox şey var. Amma mən birinci bununla başlamışdım. 2 alfa yazıram buna. Buna alfa yazıram. Yoxsa hansını alfa yazırıq?
Böyük ehtimal bunu alfa yazıram. Bunun hamısına alfa yazıram. NTL alfadır. Deməli, alfa bərabərdir NTL. O da bərabərdir. Bərabər yanlış bucaqdır axı bu NLT-yə. NLT-yə. Onda bu da alfadsa, burada maraqlı şeylər çıxır. Bu alfa, xarici bucaq olacaq 2 alfa. Tamam. İndi bu fiqura baxırıq. N mərkəzli ADL bir çevrə üzərindədir. Bunu bir dənə qıraqda balaca şəkil kimi çəkmək istəyirəm. Məsələn, bir çevrəmiz var. Mərkəzimiz var. Bir dənə də belə bir xəttimiz var. Tamam. Biz mərkəzi bucaqla bu bucağın arasındakı əlaqəni bilirik. Məsələn, bu 2 alfa olsa, biz buna bir dənə daxili bucaq çəksək, mərkəzi bucaq 2 alfadırsa, bu olacaq alfa. Bu alfadırsa, deməli, bura 180 alfadır. Yəni, biz əslində buradan tapa bilərik ki, mərkəzi bucağımız 2 alfadırsa, ADL 180 alfa olmalıdır. Hansı ki, bu şəklə görə isbat elədik. 180 alfa. Oxşar məntiqlə ADL-in 90'ı buradadırsa, bura qalır 90 alfa. 90 alfa. Bura 90 alfadırsa, mən zaten LD-ni uzatdım. ADS nə olacaq? Bura olacaq 90 üstü gəl alfa. Əla. Həmçinin burada 90 alfa olur. Ehtiyacım olar. İndi AS-i birləşdirirəm. Bir də SC-ni birləşdirirəm. Məqsədimiz yenə də yadımızda salaq. AS ilə PC-nin paralel olduğunu göstərmək idi. Biz burada başqa bir toxunuşla məsələn bitiririk. Bir dənə qırmızı xətlə çəkirəm sizə toxunanları. Bir dəqiqə. İndi mən AL-i çəkəndə maraqlı bir hadisə baş verir. AL-i çəkəndə NAL bərabər yanlış bucaqdır axı. Təpəsi 2 alfadırsa, onda NAL NLA-yə bərabərdir. Təpələri də 2 alfa olduğu üçün hər biri 90 alfa olur. 90 alfa. Mənə hansı 90 alfa yetərlidir? Elə hər ikisi də yetərlidir. Bu da 90 alfadır. Və bizim çevrələrdə belə bir söhbətimiz var. Əgər bir çevrəmiz varsa, üçbucağımız varsa və toxunanımız varsa, biz deyirik ki, üçbucaqda bu bucaq hara baxırsa, toxunanın da yarıda yaratdığı bucaq o eyni bucaqlar olur. Və bizim üçbucağımız nə olacaq? Bizim toxunanlarımız NA ilə NL-dir. Mənim üçbucağım isə ASL-dir. Əgər ASL üçbucağına baxsanız, bu 90 alfa olduğu kimi həmin tərəfə baxan digər bucağımız ASL olar. Bu da 90 alfa olmaq zorundadır. Və bu mənə nə verir? Deməli, tapdım ki, 90 alfa bərabərdir ASL-ə. Amma ASL-də buradan nəticə çıxdı ki, SDC-yə bərabərdir. SDC-yə. Yəni, bu 90 alfa, həm də bu 90 alfaya bərabər idi. Bu qara idi, çünki buradan gəlmişdi mərkəzi bucaqdan. Bu 90 alfa gəldi, toxunanlarla üst bucaq arasında yaranan bucaqdan. Yəni, bu bucaqdan, bu bucaqdan. Deməli, bunlar hər ikisi də 90 alfa olanda AS DC-yə paralel çıxır. AS paraleldir DC. Deməli, AS paraleldir BC. Və bu da bizim axtardığımız nəticədir. Amma bayaqki lemmanı istifadə etmək çox işimizə yaradı. Yəni, D-nin hündürlük nöqtəsi olması G-dən daha yararlı və rahatlıqla tapıla bilən. Yəni, bu məsələnin belə rahat həllinin olması bizim həmin lemmanı bilməmiz və istifadə eləməmiz oldu. Hərçənd asan görünə bilər yuxarı yaş qrupuna görə. Asanlıqla tapmaq biraz vaxt aparan sualdır. Onu etiraf eləyə bilərəm. Amma yəni ən asan həlli mənim fikrimcə bu cür olmalıdır. Suallarımız bu qədər idi. Ümid edirəm bəyənmişsinizdir. Ümid edirəm abunə də olmuşsunuzdur. Videoları bəyənirsiniz. Aşağıda da suallarınız varsa yazırsınız. Biz də ona görə cavablandırırıq. Təşəkkürlər. Gələn videolarda görüşmək üzərə. Sağ olun.